baxsın. Təzə bəy, təzə bəy. Eşq olsun sevənlərə, eşq olsun bu gözəl günümüzə və qeyd eləyək ki, dostlar, bu gözəl məclisimizi şənləndirən, sevindirən, bizlərə gözəl musiqilər bəxş eləyən, elə hamımızın sevimlisi Nigar xanıma təşəkkürümüzü bildirək. Gözəl mahnıları ilə, muğamları ilə xoş gəlibdir. Və onun şəxsində gənc muğanni Elnar Məmmədli və onların şəxsində sevimli ansambl, hörmətlə Xanoğlan müəllim, Pərviz müəllim, Habil müəllim, mənim əziz dostum Murat müəllim və davulda Xanlı qardaşımıza təşəkkürümüzü bildirək. Kamerafonlara təşəkkürümüzü bildirək. Allah mübarək eləsin, Allah xoşbəxt eləsin. Bu deyilən təbriklərə, istəklərə bizim hər birimiz qoşuluruq və hörmətlə söz musiqilindir. Nigar xanım buyursun. Sağ ol Azərbaycan, təşəkkür edirəm. Hər zamanki kimi məclisimizə çox gözəl təqdimat verdin, təşəkkür edirəm. İcazə ver, mən də öz növbəmdə çox dəyərli qonaqlarımızı salamlayım. Hər vaxtınız xeyir olsun, xoş gördük, xoş görüşdük. Allahdan arzu eləyək, cəm ocaqlarda belə gözəl günlər nəsib olsun, amin. Mən də Şahiqəm oğlu, sənə göz aydınlığı verirəm. Allah sizin balalarınızı xoşbəxt etsin, hər iki tərəf Allah xeyir versin. Mübarək olsun deyirəm. Dəyərli musiqiçilərimiz, bizim çox görkəmli pedaqogumuz Xanoğlan müəllim başda olmaqla Azər müəllim. Hər biriniz var olun, çox sağ olun, mübarək olsun, xoşbəxt olsunlar deyək. Buyur Azər müəllim, təşəkkür ederim. Çox sağ ol, çox var ol, buyur. Düzət bundan oxuymuş. Bu mahnının şair özü istəyib ki, məclisin açılışında bu musiqini ifa eləyək. Surxay müəllim, hər birinizi xoş gördük. Məhəmməd, hər birinizi. Xosrow müəllimi görmürəm, bizim böyük sənətkarımız. Salamlayıram, hər birinizi xoş gördük, Cabir. Gəlsin. İncə belli, yer basmayıb geriyə. İncə belli, yer basmayıb geriyə. Başın baxdım, evin taxtını sevgilim. Başın baxdım, evin taxtını sevgilim. Evdən çıxıb, yürəndə sərvi bayla. Studiyası təqdim edir. Boynu görünən incə belli, ağışında qardanmış tək al yanaqlı. Ağışında qardanmış tək al yanaqlı.
güzelim, adaklı. Mübarek olsun, xoşbəxt olsunlar. Təbii ki bu şahirin öz istəyiyle. Teşekkürler xanım.